edilib. Kərbəlayı Həsən axşam bazardan qaydanda paltarını soyunub, şəbkülahını geyinib, ziricamədə gəldi süfrənin başında oturdu və arabada tapşırdı ki, arvad, sən atayın görüb, bu gecə ölülər gələcək. Elə doğanaq ki, dava şava olmasın, bəlkə rəhmədliklərin ruhları şad qayda gedə. Arvad ərinin cavabında başını aşağı salıb dinmədi və qaşlarını qozayıb ağzını büzdü. Arvad elə bil bununla onu demək istəyirdi. O yana get, ağrım sənin ürəyinə, mənim səndən zəhləm gedir. Arvadın Kərbəlayıdan onun ödrüzəlisi gedirdi ki, bunu ərə lap uşaq vaxtından vermişmişlər. Belə ki, Kərbəlayı Həsən saqqalının ağarmış yerlərini həna ilə təmir edəndə, arvadı küncdə oturub gəlin oynadarmış. Kərbəlayı arvadı bir işə zada göndərəndə, arvad qaçaraq gedib, yenə cəld geri qaydardı və sevinə-sevinə gəlinlərini bağrına basıb, üzlərindən öpərdi. Xülasə, kəlamda olması ortalığa gəldi. Kərbəlayı 3 uşağını məcməyinin kənarında oturtdu və hərəsinin qabağına 1-2 dolma salıb əziklədi. Arvad da süfrənin bir tərəfində oturub ürkə-ürkə əlini qaba uzatdı. Kərbəlayı Həsən ucadan Bismillah çəkib dolmanın birini buğlana-buğlana ötürdü və hərarətdən gözləri yaşarmış. Arvad, atayın payı olsun, dolma deyil, lap behiş nemətidir. Arvad kişinin cavabında yarı şad və yarı nifrət izhar edən gözlərini qovzayıb yavaş səslə. Onun üçün də qədrim bilinir. Ay arvad, qədrini bilməyim nə qayırmışam. Vallah, həmişə dəllək barəmin dükanında deyirəm ki, bizim arvadın dolmasını heç bəyxan evində də pişirə bilməzlər. Arvad yenə ağzını büzüb kinayə ilə. Çox soyuqluq oldu. Dəllək bayram bizə don bişdi. Ah, ay arvad. Bircə kaş bu dilini yaxşıya tərpədəydin. Arvad biraz da hirsli. Yaxşıya tərpədməyim, nə qayırıram? Hansı cavana səndən pisəm? Kürkütüşüyün birisisən. Hələ sənə bu dildə azdır. Kərbəlayı tikəsi əlində, qaşqabaqlı, üzünü kənara çevirib dodağında. Zalım qızının dilindən zəhər yağır, zəhər. Vallah, əgər bir adam bana bir gün çörək verib saxlayarsa da, arvad əlini dolmadan çəkib biraz da hirsli. Sənin çörəyinə qalmamışam, vermə. Sənə də ip gəlməzdi ki, mən gəldim. Mürtəd qızı mürtəd, qoymayacaqsan bir çörək yeyim. Kərbəlayı gücü gəldikcə çığırdı və hirsindən tikəsini yerə çırpıb, üzünü süfrədən çöndərdi. Uşaqlar gah dədələrinə, gah nənələrinə baxıb, xırda ağızlarını büzdülər və gözlərinin yaşını od kimi tökdülər. Arvad kişinin söyüşünü eşitcək, acığından məcməyini gücü gəldikcə kişiyə tərəf itələyib çığırdı. Bu cümə axşamında ağzımı dağıtma, dediklərin öz ölüvə getsin. Mənim ağzımı açma. Axmaq qızı, ağzını açıb mənə nə qayıracaqsan? Sən mənim 12 ildir ömrümü qaraltdın. Sən mənimkini qaraltdın, xortdan oğlu xortdan. Nə deyirsən? Nə? Kərbəlayı Həsən yerindən sıçrayıb, arvadı saçladı və baş göz deməyib, hər yerinə yumruqdan döşədi. Arvad qışqırdı, uşaqlar çığırışdılar, məcməyi üzü qoylu çevrilib, dolmanın hərəsi evin bir küncünə diyirləndi. Kişi arvadda sağ yer qoymadı, ağzının, burnunun qanını bir yerə qatdı, hörüklərini qoparıb, kürək və qabırğasını əzik-əzik elədi. Bu saat qazı gəlsin, boşlayıram, 12 ildir biz belə ömür keçiririk, belə güzəran edirik. Buna dağ dayanmazdı ki, mən dayandım. Hay uşaq, mənim paltarımı, fanusumu buraya getirin. Qazının dalınca gedirəm. Ay dədə, sən Allah getmə, bəs biz necə olarıq?
Uşaqlar mələşə-mələşə dədələrinin ayağına töküldülər. Ay dədə, bəs biz necə olacağıq? Uşaqların gözlərinin yaşı daha durmurdu. Ağlamaqdan az qalırdılar, zəhrəçak olsunlar. Kişi uşaqların hərəsini bir tərəfə vurub, axırda əlacı kəsilib, söylənə-söylənə getdi, divarın dibində oturdu. Mən bu 12 ildə evdə bircə qəpiklik ləzzət görmədim. Ola, gedirəm özümü ota közə vururam, pul qazanıram. Bu xarabaya gəlirəm ki, bir tikə rahat olum. Burada belə. İl üzünü qaşqabaqlı, dinməz, deməz, danışmaz. Dindirsən də cavab verməz. Balam, mən sən atığı öldürməmişəm. Mən sənin sahibinəm. Mən səni saxlayıram. Çörək paltar verirəm. Gerəkdirmi sən də bunun qabağında mənə qulaq verəsən. Pərverdigara, sənə min şükür. Əvvəlki arvadı mənim əlimdən aldın. İkinci başıma təmbəki oyunu açdı. Onu boşadım. Bu da bu. Bu da bu mürtəd qızı. La məzhəb qızı. Kərbəlayı Həsən yenidən qızışdı. Yenə qalxdı ki, qazı dalınca gedirəm. Uşaqlar bir də mələşməyə başladılar. Ev yenə səskü ilə doldu. Kərbəlayı bir də sakit oldu. Yenə divarın dibində oturub öz-özünə deyindi. O qədər deyindi ki, axırda yorulub oturdu. Arvad da sandıqların yanında oturub sübhə kimi öz gününü ağladı. 12 ilin arvadıyam. Amma heç bilmirəm gün hardan çıxdı, harda batdı. Günüm həmişə ağlamaq ilə, ahızlarla keçdi. Bir tikə vaxtımdan qoca bir kaftara gəlib, bilmədim. Uşaq adamam, evin ağır işinin dərdini çəkim, yoxsa kişinin qəmini yeyim. Gəlin gələndən sonra mən yazıq 2 il sərasər ağladım. Deyirdim, Allah, yenə gecə olacaq, yenə kişi gələcək. Mən bilirəm kişinin gəlməyə yaxınlaşanda nələr çəkirdim. Pərverdigara, sənə min şükür. 12 ildir ki, gecəm gündüzüm göz yaşı ilə keçib. Sənə min şükür, belə qismət elədiyin yerdə. Arvad danışdıqca odlanıb, gözünün yaşını sel kimi axıtdı. Ağlayırdı, ağlayırdı, sakit olurdu və sonra gözlərini bir evə gəzdirib, uşaqlarını quru yerdə yuxu tutduğunu görüb, gözü ərinə sataşanda, bir də 12 ildə keçirdiyi ömür gəlib qabağında dururdu və yenidən arvad ağlamağa başlayırdı. Bu minval ilə arvad sübhə kimi oturub, hərə ürəyində bir dərd çəkişdirirdi və belə də gözləri yaşlı günün ilk şüasını qarşıladılar. Çəmən